2008-ci ildə itlərin hücumu oldu Meçidə və bunu göstərir ki, görün şeytan insanı necə azdırır. Namaz qılanların üstünə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm xavaricdə itlərə oxşudur. Deyib ki, cəhənnəmin tulaladıdır. Çünki onlarda itə oxşar xüsusiyyətləri var. İtə oxşar. Ona görə görürsə, məsələn, atıb qaçır, tülkü kimi. İndi bilməm o məhv eləyiblər onu, yoxsa yox, ancaq inşallah o yaşaya bilməyəcək belə. Necə sən namazda, səcdədə, Allahın evinə, özdə məscid bir dənə ibadət yeri deyildi, məktəb idi. Nə qədər adamlar burada Quran oxumağı öyrəndilər, nə qədər ərəb dili öyrəndilər, hətta indi tərcümə məşğullar. Nə qədər qardaşlar burada elm öyrəndilər, sübhdən ta işəyican, əlhamdülillah dərslər gedirdi. Nə qədər insanlar, nə qədər namazı öyrəndilər, nə qədər insanlar şirkdən çəkindilər, əlhamdülillah. Obyektlərə daha gelmirlər. Nə qədər şahid, hamısı xeyr idi, bir dənə şər yox idi. Lakin şeytan görürsən necədir? Şeytan bunları görmür, ancaq bir dənə şeytan deyir ki, get belə elə, gör insan necə azır. Və müşkül məsələ nədir qardaşlar? Bunlar din adınla edirlər bunu. Bunlar elə gəlir ki, din budur, din belə bizi tələb edir. Amma bu şeytan yoludur və yadınıza saldım sadəcə Allah Subhanahu bizi şeytandan, yolundan qorusun və olan fitnəsindən qorusun.